Salam, hörmətli tamaşaçım. Yenidən xoş gördük yeni həftədə sizi və Həyata Baxış proqramında. Keçən həftə söz vermişdik ki, daha maraqlı və daha aktual mövzulardan biri ilə sizin qarşınızda olacaq və doğrudan da çalışdıq ki, bu əhdimizə vəfalı çıxaq və sizi maraqlandıran, sizin üçün aktual olan bir mövzu ilə qarşınızda olaq. Artıq proqramımızın anonsunu 2-3 gün ərzində izlədiniz və izləyən diqqətli tamaşaçılar yəqin ki, bildi ki, biz bugün işə qəbul olmağın gənclərin, ümumiyyətlə iş axtaranların işə qəbulunda rastlaşdıqları problemlər, işə qəbulun çətinlikləri ilə bağlı mövzu müzakirə edəcəyik. Kimi üçün bu çətindir, kimi üçün bu asandır? Bunu hansı kateqoriya insanlar üçün işə qəbul olmaq çox çətindir, hansı kateqoriya insanlar tez iş tapır? Təbii ki, söhbət əsnasında bunlar hamısı ortaya çıxacaq, amma biz çalışacağıq ki, bugün ümumiyyətlə məşğulluq strategiyasından danışaq, ümumiyyətlə işə götürən və işsiz, iş axtaran arasında yaranan əsas problemlər və bu problemlərin qaynağını ortaya çıxardaq. Təbii ki, qonaqlarımızla birlikdə qonaqlarımızı təqdim eləmək istəyirəm. Qənirə Paşayeva millət vəkili, Sahib Məmmədov Əmək Hüquqları Müdafiəsi Liqasının sədri, Asif Bəkirli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin rəisi, Mirvari Qəhrəmanlı, hüquq müdafiəçisi və Teymur Mahmudov, yenə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin şöbə rəisi, yəni insan hüquqları üzrə, yəni HR mütəxəssis belə deyək, hər kəsin daha tez anlayacağı bir dildə. Deməli, biraz mən istəyərdim ki, proqram başlamamışdan əvvəl ümumiyyətlə bu məşğulluq strategiyasına birinci toxunaq ki, Azərbaycanda ümumiyyətlə məşğulluq strategiyası ilə bağlı ilk başda nə durur? Təhsil mi durur? Yaxşı bacarıq mı durur? Təcrübə mi durur? Yəni, əsasən bizdə işə qəbul əsnasında hansı məsələlər ön plandadır və daha çox gərəkdir? Sahib müəllim, mən sizlə başlamaq istəyərdim. Çünki istəyirəm ki, araşdırırsınız yəqin ki, bu sahədə üzrə qeyri-hökumət təşkilatısınız və kifayət qədər yəqin ki, faktlarınız var, araşdırmalarınız var, bildiyiniz nələrsə var bizə bugün proqramdan çatdıra biləcəyiniz. Yəni, bizdə Azərbaycan Respublikasında məşğulluq strategiyası var. 2006-15-ci illər və o strategiyanın yerinə yetirməsi ilə bağlı fəaliyyət planları var. Birinci fəaliyyət planı, ikinci fəaliyyət planı. Yəni, çox doğru buyursunuz. Əslində, o strategiyada demoqrafik şəraitdən tutmuş təhsil, iş yerlərinin artırılmasına qədər, yəni, hamısı əhatə olunub. Amma biz həmişə onun biraz abstraktlığına görə tənqid eləyirik. Əslində, bugün Azərbaycanda bilirsiniz ki, 2003-cü ildən belə bir strategiya var, məşğulluqla bağlı, iş yerlərinin artırılması strategiyası. Və bu, indi statistika göstərir ki, həmin o stratejiyə, yəni hədəflərinə çatıb, yəni maksimal iş yerləri açılıb. Yəni, bu, hər halda rəsmi statistika bunu deyir. Amma bizim fikrimizcə bugün artıq, məsələn, hədəf dəyişməlidir. Yəni, bu iş yerlərinin artırılması strategiyası öz yerində, amma Avropa İttifaqında olduğu kimi, məsələn, Avropa İttifaqının məşğulluq strategiyasında birinci yerdə bugün təhsildir. Özə uzun müddətli təhsil yox, orada bütün təhsil növləri var. Xüsusən qısa müddətli, modul tipli təhsillər, orada xüsusi proqramlar var, Erasmus proqram və s. Bizdə də indi, məsələn, mən çox sevindirdi məni bu 27 yanvarda Prezidentin insan hüquq və azadlıqlarına dair əlavə tədbirlərlə bağlı milli fəaliyyət planında artıq o izi görünür. Artıq orada görünür ki, məşğulluğun artırılmasında, işsizliyin aradan qaldırılmasında strateji hədəf kimi qoyulub təhsil. Mən hesab edirəm ki, bugün artıq bu fokusda durmalıdır. Birinci yerə təhsil keçməlidir amma bugünə qədər əsas strategiya olub iş yerlərinin artırılması. İş yerlərinin artırılması. Ümumiyyətlə, tamaşaçıları nəzərə çatdırım ki, soruşa bilərsiniz ki, niyə Dövlət Neft Şirkətini seçmişik? Çünki bilirik ki, Azərbaycanın ən böyük şirkətlərindən biridir, ən perspektivli, hər kəsin bəlkə də bir xəyalıdır orada işləmək və yəni neft şirkəti hər kəsin diqqət mərkəzindədir. Ona görə də biz neft şirkətini seçdik ki, adətən mətbuatda tənqidlər də olanda onların ünvanını olur, təriflər də olan ünvanını olur və ən yaxşısı olar ki, insan resursları ilə bağlı, insan
qaynaqları ilə bağlı məsələlərdə öz təcrübələrindən soruşacağıq birazdan. Amma Mirvari xanım, ikinci bir qeyri-hökumət təşkilatı olaraq, yəni daha çox mənə lazımdır ictimaiyyətin düşüncəsi, fikri ki, bu ictimaiyyət əsasən nələrdən narazıdır, mənzərə nədir, işə götürən və işsiz arasında olan əsasən yaşanan problemlər nələrdən olur, insanlar əsasən nədən şikayət edirlər. Bu mənzərəni yaratmaq üçün, mövzuya giriş üçün bizə asan da olsun deyə sizin də fikrinizi soruşmaq istəyərdim. Təbii ki, bütün Azərbaycan üzrə bu mənzərəni vermək mənim üçün çətindir və bilirsiniz ki, 1996-cı ildə biz Azərbaycan neft sektorunda bu sahədə monitorinqlər aparıq, araşdırmalar aparıq və s. Mənzərə nədən ibarət olub? Mənzərə həmişə nədən ibarət olur ki, işsizliyin əmələ gəlməz, düzgün strategiyanın qurulmamasından işsizliyin əmələ gəlməsi və bu işsizliyin əmələ gəlməsinin kökü ötən dəfədə biz sizin proqramda müzakirə eləmişdik, müvəqqəti əmək müqavilələrinin bağlanması ilə olmuşdu ki, əgər biz baxsaq ki, ümumiyyətlə neft sektoruna nəzər yetirsək, hər il 100 minlərlə insan bu qeyri-qanuni bağlanmış əmək müqavilələrinin nəticəsində işdən azad olunurdular. Və bu insanların əksəriyyəti elə bir yaş həddində olurdu ki, bunların iş tapmaq problemi çox ağır idi. Məsələn, biz indi gənclərdən danışırıq iş probleminə, amma bu müvəqqəti əmək müqavilələrinin bağlanmasına əlaqədar yaş hədləri var idi ki, məsəl üçün 50-dən 59, 58 yaşa arasındakı təqaüdə çıxmamış kişilər idi, yaxud da ki, qadınlar idi və bunların qarşısında böyük bir problem dayanırdı və problemin də kökündə dediyim kimi müvəqqəti əmək müqavilələrinin bağlanması idi. Niyə müvəqqəti əmək müqavilələri bağlanırdı? Bir ictimai təşkilat kimi biz bunu araşdırırdıq həmişə ki, dəfələrlə biz öz təkliflərimizdə də yazırdıq ki, dövlət neft şirkəti, bir dövlət şirkəti olaraq əmək qanunvericiliyin 45-ci maddəsinin 4-cü bəndinə əməl edilməlidir və həmin maddəyə əməl edilməməsi, onu da qeyd edeyim ki, bu belə müvəqqəti əmək müqavilələrinin bağlanması 99-cu ildən əmək məcəlləsinin dəyişilməsinə əlaqədar oldu və çox savadsız bir əmr verilmiş Həmşərlər Təşkilatının bir yerdə Dövlət Neft Şirkətinin rəhbərliyi arasında və belə də davam edirdi. Və bizi narahat edən o idi ki, niyə həmişə düşünürdük ki, bu insanları müvəqqəti əmək müqavilələrinin işdən azad edirlər. Kökündə o dayanırdı ki, işə götürən hansı ki bir idarədə, müəssisə bir rəhbəri çox rahatlıqla arzu olmaz bir insan işdən özü çıxardırdı və onun yerinə başqasını işə qəbul edirdi. Və bunun da nəticəsi məhz Dövlət Neft Şirkətinin illik hesabatlarında, məsəl üçün 2009-da 25 min nəfər adam işdən azad olunub, bunu qeyri-qanuni adlandırmırdılar. Onlar bu 20 min 2010-cu ildə, bu ilə mən düşünürəm ki, 2011-cə bu azalacaq. Nəyə görə azalacaq və bu azalmanın da kökündə duran bir yaxşı, bir gözəl atılmış addımdır. Bu azalmanın kökündə dayanan addımdan biri ki, insan resursları departamentinin yaradılması çox müsbət hal hesab eləmək olar. Nəyi müsbət hal hesab eləmək olar? Rüşvətin kökü kəsiləcək, azalacaq. Tam kəsilməsə də azalacaq. Çünki hamı da bilir. Rüşvət o tapşırıqlar məsələsi də var. Bilirsən, əsər kökündə o qədər bu həddi aşma getmişdi ki, bir idarə edilməz bir yerə çevrilmişdi ki, tutaq ki, hansısa Qum adasında o idarələrə aid deyil. Mən misal gətirirəm də. Kimsə rahatlıqla, kimisə rüşvətlə işə götürən deyirdi, tutaq ki, oktyabrın birini, aprelin birini gözlə, mən sən rahatlığını işə götürəcəm. Və rüşvətin də haddi artmışdı və olduqca dövlət neft şirkətinin buna toxunacaq Mirvari xanım, siz düzgün strategiyanın qurulmamasından və ümumiyyətlə iş yerlərinin əsasən problemlərini bunu kimi göstərdiniz. Hətta bir proqramda siz də var idiniz, Qənərə xanım, hətta siz də var idiniz ki, bir vətəndaş bizə zəng elədi, bir hava yollarına. Hətta siz onu yenidən, Qənərə xanım hətta onu yenidən işə bərpa elədi. Bizə tamaşaçı zəng eləmişdi, öz şikayətini bildirmişdi və müqaviləsinin vaxtı bitmədən hətta onu işdən azad eləmişdilər. Yəni, Mirvari xanımın dediyi məqam əslində haqlıdır və doğru məqamdır. Sizdən də soruşmaq istəyirəm, Qənərə xanım. Ümumiyyətlə, düzgün strategiyanın qurulmaması
nə deməkdir? Yəni bu sadəcə əmək haqları, əmək müqaviləsinin pozulması mı, yoxsa ümumiyyətlə burada təhsildən tutmuş müəyyən məqamlara qədər hər şey? Yox, bilirsiniz, birincisi mən hesab edirəm ki, biraz bəlkə məsələyə geniş anlayışdan yanaşaq, sonra konkret istiqamətlərə gedək. Siz məşğulluq strategiyasını soruşdunuz, Sahib müəllim də vurğuladı. Amma mən hesab eləmirəm ki, o strategiya tənqid olunmalı strategiya idi. O strategiya çox gözəl strategiya idi. Strategiyada konkret hər şey detalla göstərilməməlidir. Bu strategiyanı həyata keçirən qurumlar var. Artıq o qurumlar bunu detallı şəkildə belə deyək, göstərməlidir. Strategiya özü çox gözəl bir strategiyadır və ümumi mənzərəni və ümumi görülməli olan işləri ortaya qoyur. Amma o işləri görəcək qurumlar necə görməlidirlər? Məsələdə haradasa problemlər varsa, problem strategiyadan yox, o qurumların bəzilərinin bu məsələyə yanaşmasındakı ya laqeydlikdən, ya öz işlərini doğru yerinə yetirməməkdən qaynaqlanan məsələlərdir. Bilirsiniz, işsizlik bu günləri dünyanın hər yerində problemdir. Bu günləri ən inkişaf etmiş ölkələr Avropa Birliyi ölkələri deyək. Bugün ən ciddi problemlər Avropa Birliyi ölkələrində də var. Siz Yunanistanın son misalını baxsanız. Təbii ki, Azərbaycanda da bu problemlər var və heç kəs bunu danmaq istəmir. Bizdə də işsizliklə bağlı kifayət qədər problemlərimiz var və bu strategiyada bu işlər də, bu məsələlər də elə belə ortaya atılmır. Ona görə atılır ki, dövlət bunu prioritet hesab edir. Demək ki, bu problemi ciddi qəbul etdiyi üçün, çox ciddi qəbul etdiyi üçün bunu özünün prioritetlərindən hesab edilir. Amma Sahib müəllim burada bir yaxşı məsələyə toxundu. Hardan başlamaq, hansı istiqamətlər? Bax, o təhsillə bağlı məsələ, mən hesab edirəm ki, bəli, o məsələ bizim əsas diqqət yetirdiyimiz məsələlərdən biri olmalıdır. Məsələn nə? Biz bugün işsizlikdən danışanda, iş məsələsindən danışanda çoxları, adətən kimlərdən danışır? Təhsillilərdən. Mən ölkənin statistikalarını təxminən demək istəyirəm. Hər il orta məktəblərimizi bizim 100-120 min gəncimiz bitirir. Onun sadəcə 25-30 min ali təhsil dalınca gedir. Təxminən 85-90 min gənc ali təhsil dalınca getmir. Bəs bunların iş məsələləri? Bunların iş məsələlərini biz sadəcə ali təhsillilərin iş məsələsi önəmlidir deməməliyik. O insanların da iş məsələsi önəmlidir. Ona görə bax bu təhsil məsələlərində mən nəyi qabağa çəkirəm? Avropa ölkələrində buna çox önəm verilən məqam var. Xahiş edirəm, mən bu fikri izah edim. Peşə təhsili. Biz peşə təhsili məsələsinə çox ciddi önəm verməliyik. Mən dövlət büdcəmiz müzakirə olunan zaman parlamentdə də öz çıxışımın böyük bir hissəsini bunun üzərində qurdum. Peşə təhsili ilə bağlı bizim yanaşmamız köhnə yanaşmalardan, Sovet yanaşmalarından da, o dövrdəki yanaşmalardan tamamilə uzaqlaşaraq yeni, müasir model yanaşmaları nəzərdə tutmalıyıq. Və burada da ciddi şəkildə əmək bazarının araşdırılması üzərindən gəlməlidir. Bizim nəyə daha çox ehtiyacımız var? Bax, biz işsizlik problemindən danışdıq. Amma məsələnin digər problem tərəfi də var. Yaxşı kadrlar problemi. Yaxşı kadrlar problemi də işsizlik qədər, üzr istəyirəm, bizim ciddi problemlərimizdən biridir. Yaxşı kadrlar, söhbət təhsilli kadrlardan getmir, ali təhsil alanlardan. Yaxşı işçi problemindən söhbət gedir. Ona görə də mən hesab edirəm ki, biz ciddi şəkildə peşə təhsilinin üzərinə ciddi düşməliyik. Bu sahə ölkəmizdə çox ciddi prioritetlərdən birinə çevrilməlidir. Və hansı sahələr, mən üzr istəyirəm Raman, mən bu fikri, çünki bunu biz qırıq, kəsik-kəsik danışsaq, bir tamaşaçı da bunu anlamayacaq. Bəlkə zamanımız da çoxdur, fikirlərimizi rahat izah edə bilərik. Yəni, biz sadəcə bugünü də nəzərə almadan, bax, biz danışırıq ki, bu elə bir məsələdir ki, bu strategiya, bu ölkənin 5, 10, 15, 20 ili də nəzər alaraq, bizim ölkəmizin bu gündən nəzərdən də, bugün yox, 5 il sonra da, 10 il sonra da daha çox hansı sahələr bu ölkədə inkişaf potensialı var? Daha çox hansı sahələrdə biz, belə deyək, o sahələrdə iş yerlərinin açılma potensialı da var. Demək, o istiqamətdə də peşə ilə də olsun, təhsilli və peşə ilə o istiqamətdə kadrların hazırlanmasına önəm verməliyik. İkinci bir məsələ, bu ali təhsilli kadrlar məsələsi. Mən hesab edirəm, bunda da əmək bazarını ciddi şəkildə araşdırılmalıdır. Elə sahələr var, mən qurumlar tanıyıram.
mütəxəssis çatışmazlığından şikayətlənir. Elə sahələrimiz var. Gənclərimiz onların hamısı, deyək ki, o iş tapa bilmirsə, savadsız da hamısı. Mən bu yanaşmanı qəbul etmirəm. Bizim çox savadlı gənclərimiz də var, iş tapmır. Sadəcə o sahə o qədər doludur ki, o sahədə iş tapma şansları azdır. Amma elə sahələrimiz var ki, həmin o sahədən də çox əmək haqqı var o sahədə. Amma orada istənilən qədər mütəxəssis çatışmır. Yəni, bununla bağlı gənclərin meylləndirilməsi, yönəldilməsi, o sahəyə cəlb olunması, bax, bu məsələlər ciddi bu kadr məsələsində mən istəyirəm ki, birazdan toxunaq. Çünki bizim nəzərimizdə var bu kadrlara toxunmaq məsələmiz. Amma bizə rayondan bir tamaşaçı zəng eləyib. İstəyirəm ki, o bizi çox xəttə gözləməsin və qəbul eləyək. Buyurun, eşidirik sizi. Alo, salam. Əleyküm salam. Bütün qonaqlara salam deyirəm və hamısına xoş gəlmisiniz deyirəm. Özünüzü təqdim eləyin. Mənim adım İlqardır, soyadımda deyim. İlqar Baxşəliyev, Hidayətoğlu. 23 yaşım var, gəncəm, Yevlax şəhərindən gedirəm. Ümumiyyətlə, yəni hər hansı bir mövzuda heç vaxt iştirak etməmişim, qoşulmamışım. Birinci dəfə ki, hər hansı bir mövzuda fikir bildirirəm. Yəni 3 dəfədir bu olur. Aydındır, buyurun. Mən nəyi demək istəyirəm? Ümumiyyətlə, hərəsən qısa deyəcəm, bir də ən axırda əsas məsələni deyəcəm. Əvvəla onu deyim ki, bu 16, 17, 18 yaşlı və yaxud da ki, ondan aşağı olan uşaqlar, ümumiyyətlə bütün restoran, şadlı evləri, kafelər, yəni hamısını qısa deyəcəm, bunlarda ümumiyyətlə müqavilə deyilən bir şey yoxdur və yaxud da ki, tələb eləyəndə və yaxud da haqqını deyəndə heç kim sənə məhəl qoymur, əhəmiyyət vermir. Yəni deyirlər ki, artıq belədir. Yəni siz bundan barışmalısınız, siz işləməlisiniz. Yəni pul lazımdırsa, ona görə bütün gənclər hamısı qasır bu yerdə işləyir. Yəni məcburiyyətdən doğan səbəblərə görə insanlar ağır şərtləri də olsa, müqaviləsiz işləmək də olsa qəbul edirlər. O aydındır sonra? Qəbul edilir. Sonraki məsələ odur ki, mən bu yaxınlarda Yevlax şəhərində tekstil deyilən belə bir yer var. Yəni mən çəkinmədən ad-bad deyəcəm, çünki bəzi insanlar heç vaxt demir. Amma mən əksinə istəyərdim ki, burada adlar deyilsin. Orada deməli, tutaq ki, mən axrana, yəni mühafizəsi işləmək istəyirdim. Onun da bir rəisi var, Namiq müəllim, adı Namiqdir. O da Gəncədən göndərilib, bilməm necə göndərilib, necəsə. Yəni yılların icra başlayır. Siz yavaş-yavaş danışın, çünki sizin səsiniz nə bizə çatır, nə də biz sizi anlaya bilirik. Və səs rejissorumuzdan xahiş edirik ki, bizə səsi normal versin. Biz heç nə başa düşmürük. Mən şəxsən sizi tam eşitmirəm. Rahat-rahat, sakit danışın. Buyurun. Elədir ki, mən mühafizəsi işləmək istəyirdim. Mən müraciət etdim. Yevlaxda yerləşən mühafizəsi, yəni onların rəisinə. Aydındır. O dedi ki, təlimata əməl etməlisin. Təlimatı oxu. 2 gün hələ ki günün yazılmayacaq, ondan sonra işə başlaya bilərsən. Hətta bizim 2011-ci ildə hansı ayda olduğunu unutmuşam. Hörmətli Qənirə xanım da buyurdu ki, insanlar hüquqlarını bizim verilişdə, bəli, tələb eləməlidir. Mən o vaxt öz fikrimi bildirə bilməmişdim. Yəni mən başa düşdüm. Bəzi insanlar deyək ki, öz hüququnu bilmir və yaxud da ki, hamısını demirəm, müəyyən sırada. Tutaq ki, mən öz hüququmu bilirəm, tələb edirəm və əmək müqaviləsi tələb edirəm. Qayıdıb mənə deyirlər ki, məsələn, sən ağıllı çıxmısan da, bu qədər işçilər işləyir, sən xeyirmi, məndən müqavilə tələb edirsən. Və yaxud da ki, tutaq ki, mənə deyir ki, təlimata əməl edər, bir yük maşını gəldi, orada yük boşaldılmalıydı. Dedi ki, sən boşaltmalısın. Yəni mən də dedim ki, bu nə dərəcədə uyğundur? Siz məndən təlimat tələb edirsiniz. Mühafizəçi nəyə görə yük boşaltmalıdır? Və yaxud da ki, hər hansı bir ofisiant restoranda əlavə iş görməlidir və yaxud da ki, indi bu başqa söhbətlər. Yəni aydındır. Yəni sizə aid olmayan işlər də sizə gördürməli məsələlər. Aydındır. Bəli, bir də sonuncu bir şey deyim, sonuncu. Bəli, bir də bu elə bir ki, məşğulluq idarələrini demək istəyirəm. Siz inanırsınız ki, gəlib Yevlaxda, ümumiyyətlə tək Yevlax şəhərini demirəm, bəlkə də başqa rayonlarda da onlara tam cavabı ola bilmərəm. Amma əsas Yevlaxın özündə təsəvvür edin ki, bir dənə iş yeri tapılmır. Yoxdur. Hara gedirsən deyir yoxdur. Məşğulluğa deyirsən, məşğulluqda deyir ki, ancaq fəhləlik var. Yəni fəhləlikdən başqa iş yoxdur. Və yaxud da iş də varsa, indi tam təbii ki, sübut olunmuyor. Ancaq belə fikirlər gəlir ki, ancaq pul alıb götürürlər. Yəni yaxşı işləri vətəndaşlara demirlər. Bu məqama toxunacağıq. Bax, bizim insanlarda yaranan stereotip pul alacaqlar və işə götürür. Çox təşəkkür edirik ki, çox əsas məqamlara toxundunuz. Mən istəyirəm bizim Asif müəllimlə, siz təbii ki, sizə söz verəcəm və danışacaqsınız. Sadəcə bir balansı qorumaq üçün, hər qonağa doğru vaxtda yaxşı ayıra bilməyim üçün. Asif müəllim, bax, ümumiyyətlə bizim sizdən soruşmaq istədiyim nədir? Biz nümunə kimi sizi dəvət eləmişik və istəyirik sizin yeni yaradan insan resursları departamenti var və hətta ilk adlandırmaq olar Mirvari xanım ümumiyyətlə. Yəni ilk idisə əgər, qoy öyrənək ki, artıq nədən zərurət yarandı, siz bunu yaratdınız, nələrə nail olacaqsınız, bizdə bugün şikayət edildiklərimizdən nələr düzələcək və bu insan resursları artıq
insanlarda bu stereotipləri sındıra biləcəkmi? Yəni neft şirkətindən bağlı, məsəl üçün çox şayələr var idi, deyirdilər ki, falan qədər pul gətir, mən sənin neft şirkətində adi fəhlə də işləmək üçün pul istəyirdilər bəzən. Yəni bu bizim verilişdə daha əvvəl xəbərlər olub, zənglər olub, deyiblər. Təkcə neft şirkətindən bağlı yox, ümumiyyətlə bütün şirkətlərlə bağlı bundan. Yəni bunları sındıra biləcəkmi insanların düşüncəsini? Təşəkkür edirəm. Ümumiyyətlə, mən dövlət neft bugünkü verilişimizin mövzusunu nəzərə alaraq, mən dövlət neft şirkətinin bütün Azərbaycan həm dünya miqyasında böyük layihələr həyata keçirməsi barədə, onun detalları barədə mən söhbət açmayacağam. Çünki bununla tanış olmaq üçün istənilən şəxs dövlət neft şirkətinin yeni saytına daxil olub, oradan ətraflı məlumat ala bilər. Yəni, şirkətin reyting barəsində, hər tərəfli layihələri barəsində məlumat ala bilər. İndi konkret olaraq sizin dediyiniz məsələyə mən yönələrək bir şey qeyd etmək istəyirəm ki, bu dövlət neft şirkətinin bugün malik olduğu infrastrukturun yəqin ki, hamıya məlumdur ki, nəinki Azərbaycanın bütün regionlarını, hətta bu Avropa ölkələrini, qonşu respublikalarda əhatə edir, müxtəlif istiqamətlərdə. Bir şey qeyd edeyim ki, bu İnsan Resursları Departamentinin yaranması ideyası, bunun həyata keçirilməsi və yaradılması hal-hazırda ölkəmizin başçısı İlham Əliyev cənabları tərəfindən dövlət neft şirkətinin qarşısına qoyduğu ki, dövlət neft şirkətinin modern, beynəlxalq standartlara cavab verən bir şirkət səviyyəsinə qaldırılması tapşırığını uğurla həyata keçirən, bugün dövlət neft şirkətinin rəhbərliyi edən millət vəkili, hörmətli Rövnaq Abdullayevin konkret əmri ilə, göstərişi ilə yaradılmışdı. İnsan Resursları Departamentinin yaradılmasında ilk dəfə başlayaraq, bunda prezidentin əmri ilə bilirsiniz ki, bu aprel ayında yaradılmışdı, 2011-ci ilin. Aprel ayında bu əmrlə 10 rəhbəredici standart qüvvəyə minmişdi ki, həmin standartlarda bu qeyd olunan məsələlərin hər biri tənzimlənir. Ancaq buna qədər, bu məsələlərə qədər insan resurslarından idarə edilməsi, departamentin yaradılması, şirkət nəzdində bilirsiniz ki, ilk bunun başlanğıcı etapı, deməli, hələ Rövnaq müəllim Heydər Əliyev adına Bakı Neft Emal Zavodunun rəhbərlik etdiyi zaman şirkətin Təhsil Nazirliyinin balansında olan 10 nömrəli peşə liseyinin həmin zavodun balansına keçirilərək ilk peşə təhsilindən başlanmışdı. Peşə, yalnız ilk 6 ixtisas üzrə, dediyi kimi ki, ilk 6 ixtisas üzrə, peşə üzrə, qaynaqçı idi, çilingər idi, kompresor maşinisti idi, ekip avtomatika üzrə, nəzarət ölçü cihazları, operator və digər ixtisaslar üzrə, deməli, peşələrin ixtisaslı fəhlə kadrlarının hazırlanıb, sonradan işə götürülməsi prosesinə başlanmışdı. Daha sonra şirkətdə rəhbərliyə başladıqdan sonra Rövnaq Abdullayev, deməli, bu məsələlər daha da genişləndirilərək, daha geniş vüsət almasını və bunu ilkin olaraq bu İnsan Resursları Departamentinin yaradılması ilə start verildi. Yəni, burada nə nəzərdə tutulurdu İnsan Resursları Departamentinin yaradılmasında? Burada siz dediyiniz kimi bir sıra analizlər aparılmışdı, bir sıra məsələlər barədə rəy sorğuları keçirilmişdi. Yəni, prezidentin özünün dediyi, bizim görüşümüzdə dediyi cümləni mən deyirəm ki, 400-ə yaxın gənc arasında prezidentin göstəricilə rəy sorğuları həyata keçirilmişdi və Rövnaq qeyd edir ki, mən o rəyin nəticəsi olaraq gördüm ki, 400 gənc bitirdikdən sonra və yaxud istər peşə məktəbini, istər orta texniki və istər ali məktəb bitirdikdən sonra bunların iş tapmaq problemi və gələcəyə baxışda bir inamlarının, inamsızlıqlarını müşahidə etdim. Və bu inamsızlıq çox böyük bir təhlükədən xəbər verir. Ona görə də bu məsələnin yaradılmasının daha da tezləşdirilməsini bir qərara aldıq ki, bu İnsan Resursları Departamenti nəyə həyata keçiriləcək? İnsan Resursları Departamentinin, yəni bu strukturundan da görünür. Burada 3 şöbə fəaliyyət göstərir hal-hazırda. İşə qəbul və yerləşdirmə şöbəsidir, təlim və inkişaf şöbəsidir, uçot və işçilərlə əlaqələr şöbəsidir. Bu şöbələrə də birbaşa prezidentin tapşırığı ilə və göndəriş əsasında, dövlət neft şirkətinin göndərişi ilə şirkətin təqaüdçüləri olmuş gənc mütəxəssisləri cəlb etdik. Şöbə rəisləri birbaşa onlara səlahiyyət verildi. Biri də bizim ABŞ-ın Oklahoma Universitetinin İnsan Resursları üzrə mütəxəssisi Teymur Mahmudov da iştirak edir. Yəni, o birisi Oxford, İngiltərə, Oxford Universitetini bitirmişdi. Digər isə Türkiyədə bitirmişdi bu sahə üzrə. Hər üçünə bu gənc kadrları cəlb etdik, həm təqaüdçülərdir, həm də bu sahə üzrə səriştəsi olsun, təhsil almış gənclərdir. Və burada adından göründüyü kimi nə proseslər həyata keçiriləcək?
Bayaq qeyd olunduğu kimi bütün bu proseslər haradan başlayır? Təlim və inkişaf. Yəni təlimlərdən. Təlim dedikdə nəyi nəzərdə tuturuq? Yəni bu gün dövlət neft şirkətinin daxildə işləyən, istər fəhlə olsun, istər ixtisaslı kadrlar olsun, mütəxəssislər olsun. Onu da qeyd edeyim ki, bu gün neft şirkətində həm onun infrastruktur genişliyi ilə yanaşı 700-ə yaxın həm peşə, həm ixtisas növləri var. Hər biri 700-ə, yəni ümumilikdə götürəndə 1500-1600-ə yaxın müxtəlif peşə və ixtisaslar mövcuddur. Bütün bu neft şirkətindəki kadrların hər birinin ixtisasların artırılması, ikinci peşəyə yiyələnməsi, onların bilirsiniz ki, dövlət neft şirkətinin tərkibində olan mərkəzlərdə hal-hazırda 11-ci sinifi qurtarıb, hərbi xidmətə gedib gəlmiş gənclər qəbul olunurlar və onlar 6 aylıq və 10 aylıq kursları bitirdiyindən görə dövlət neft şirkətində işlə təmin olunurlar. Bir budur. İkinci, ali təhsil məsələsinə gəldikdə daxili təqaüd proqramı var və xarici təqaüd proqramı var ki, burada da daxili təqaüd proqramda bunları həvəsləndirici olması üçün, yəni onlar daxili təqaüd axırıncı semestrin heç olmasa birini, sonuncu semestr şirkətin təqaüdçüsü olmuş gənclər, orada da etaplar mövcuddur. Yəni müsabiqə, testləri də bu yaxında gördünüz televiziya ekranlarından da ki, TDQ-nın xətti ilə həyata keçirilir. Böyük bir müsahibə. 1500-ə yaxın gənc ərizə vermişdi. Növbəti xaricdə təhsil alıb dönənlərdir. Onlar dönür, şirkətin komissiyası qarşısına prezentasiya edirlər və onlar cəlb edilirlər və orta məktəblərdən iş. Yenə də təhsil etapı buradan məsələsi həll olunur. Burada yay təcrübəsi, yay məktəbi bir çox etaplar var. Mən aslında, təbii mən o inkişafla bağlı sizdən soruşacağım yenidən. Amma belə bir məsələ var. Biz burada oturmuşuq, təbii mən düşünürəm ki, neft şirkəti çox böyük bir şirkəti təbii. 80 minə yaxın işçisi var. 53 mini fəhlə peşələr. Yəni ümumiləşdirək 80 min fəhlə və ya adi bir şey biz ayırmayaq. Fəhlə də hər halda yəni əsas neft şirkətinin köklü bazasının fəhlədir. Qeyd olunduğu kimi ki, fəhlələrə hazırlanması üçün yəni 80 min işçi var, bu 80 min ailə deməkdir və təbii ki, neft şirkəti bütün işsizlərə qucaq aça bilməz. Azərbaycanda tək neft sektoru yoxdur. Təbii neft sənayesi çox vacib, ölkəmizin çox vacib sənayesidir, amma hər şey neft şirkətinin üzərində qurulmayıb. Biz hətta bəzən insanlar şikayət eləsə belə onu anlamalıdırlar ki, neft şirkətində bir tutumu var, bir onun nəzərdə tutduğu işçi qüvvəsi var və işçi sayı var. Ramal bəy, amma mən üzr istəyirəm, bir şeyə toxunmalıyıq. Düzdür, bir qurum, iki qurum hər şeyə hat eləmir. Amma bunlar yaxşı örnəklərdir. Yaxşı örnək kimi onların modelləri cəmiyyətdə görünüb, etibar qazananda artıq o proseslərə təkan verir çox ciddi şəkildə. Və mən sizin xatirinizə salım. Mən tələbə qəbulu üzrə komissiyasından əvvəl imtahan vermişəm və imtahanların nə vəziyyətdə keçirilməyinin əsas şahidlərindən biriyəm. Amma tələbə qəbulu üzrə dövlət komissiyası yaradıldıqdan sonra nə yarandı? İnsanların içində bir etimad yarandı. Kimin savadı varsa, oxuyursa, gedib o ali məktəbə qəbul olacaq. Yoxsa əvvəl nə idi? Pulun varsa, əsas puldur, verəcəksən, qəbul olacaqsan anlayışı, o xəstə anlayış dəyişdi. Bax, bu günləri mən xüsusilə Asif müəllimi diqqətlə dinlədim. O tələbə qəbulu üzrə dövlət komissiyası ilə, yəni digər tərəfi ki, bu məsələdə maraqlı tərəf deyil, onu da cəlb edərək bu prosesləri keçirmək nə verəcək? Birincisi, cəmiyyətdə bir etimad verəcək. Bax, o söz-söhbətlər var ki, bizim hamımızın xoşumuza gəlməməzi, əşi, bu qədər pulu ver, ged orada işlə, əsas savad deyil, anlayışı dəyişəcək. Artıq deyəcəklər, yox, orada işləmək üçün savad lazım olur. Çünki onlar cəmiyyət gördükcə ki, savadlı kadrlar, o işi peşəkarı olan, peşə sahəsində olsun, o işin mütəxəssisləri gedib özünə yer tutur. Əsas pul deyil, mütəxəssis rol oynayır. Bax, bu cəmiyyətdə bizi narahat edən baxışı dəyişəcək qədər çox önəmli məsələdir. Ona görə mən hesab edirəm ki, belə qurumların nə qədər var, mən məsələn tələbə qəbulu üzrə dövlət komissiyasını da hər dəfə dəstəkləyən adamlardanam. Bu günləri də məsələn dövlət neft şirkətinin mən hesab edirəm ki, bu təcrübəsi çox önəmli bir məsələdir. Və gənclərin arasında dediyimiz o inamsızlıq, o ən ciddidir ki, mən harada iş tapacam və nə deyir? İndi ən vacib şey, ölkəmizin qazanacağı şey. Bilirsiniz, savadlı əgər elə məna olduğu zaman ki, onsuz da pul ver, gənclər çox oxumağa da meyilli olmurdu. Geçsin o peşəni öyrənsə, onsuz da tapşırıq, pul, hamısını əl eləyəcək.
O bildiyi zaman ki, yox, oxumaqla, təhsil almaqla yaxşı kadr işə gedə biləcək. O zaman nə edəcək? Təhsilin daha çox özləri üzərinə düşərək maraqlı olacaqlar və dövlət qazanacaq. Ona görə də bu cür təcrübələrin, müsbət təcrübələrin yayılması, digər qurumlarımızda indi bizim dövlət qulluğu komissiyası da yaranıb ki, onların işində də müsbət məqamları mən hesab edirəm ki, onu da qabartmaq lazımdır. Bu kimi müsbət şeyləri artırmaq lazımdır. İkincisi, mən hesab edirəm ki, nəyi verəcək pozitiv? Tək neft deyil, qaz sahəsi də buraya əhatə olur. Nə verəcək bu? Bu, insan resursları bazasının yaradılması, mənim dediyim araşdırmanı görməyə də imkan verəcək. O insanlar ki, müraciət edəcəklər, bu heç ki, yaxşıları seçib, yaxşı keyfiyyətli kadrlar, nəyi verəcək? Boşluqları da görməyə imkan verəcək ki, hansı sahələrdə, bu sahəyə aid sahələrdə, hər qurumda belədir, hansı bunun belə deyim, sahələrində daha bizim keyfiyyətli kadrlara ehtiyacımız var, orada çox ciddi boşluqdur. Demək, o sahədə daha çox meyli də yönətmək lazımdır. Ona görə təbii ki, müsbət məqamları mən çox şadam ki, az rəqəmdə deyil, neft şirkətinin böyük bir təbii. Mən istəyirəm Teymur müəllimə də söz verək, çünki Teymur müəllim də... Bu insan resursları bazasının yaradılması bütün qurumlarımız, bunun daha şəffaf, bütün qurumlarımız daha şəffaf şəkildə, özü də şəffaf şəkildə yaradılması istiqamətində addımlar atsa, mən hesab edirəm cəmiyyətimizdəki o itimadsızlıq da itəcək. Telefon xəttində bir tamaşaçımız var. Tamaşaçımız biraz səbr eləsin. Onun sualı, çünki mənim növbəti sualımla üst-üstə düşəcək deyə. İstəyirsiniz, hörmətli redaktorum, onun telefonunu siz alın. Çünki ən azından söhbətimiz bölünməsin. Teymur müəllim, sizdən soruşmaq istəyirəm. Bax, Qənərə xanım deyir ki, bütün şirkətlərdə bu yaradılmalıdır və şəffaf olmalıdır. Təbii ki, insanların hər kəs neft şirkətində işləyə bilməz. Düzdür, işləmək istəsələr də, amma işləyə bilməzlər. Çox bizim digər sahələrimizdə var ki, məhz ölkənin ümumiyyətlə məşğulluq strategiyasında əsas yerlərdən biri budur ki, sadəcə neft sektoru yox, qeyri-neft sektoru da inkişaf eləməlidir və orada da işləyən insanlarımız əziyyət çəkməməlidir, onlar öz haqlarını, onların haqları tapdalanmamalıdır, öz axtardıqlarını tapmalıdırlar. Siz sadəcə özünüzdən yox, müqayisəli şəkildə başqa qeyri-neft sektorunda olan bu mənzərə, insan resursları ilə bağlı mənzərə, sizi qane eləməyən mənzərə və artıq yeni yaradılan Dövlət Neft Şirkətində İnsan Resursları Departamenti ilə bağlı mənzərəni müqayisə eləyəndə nələr artıq aşkar olacaq, nələrdə biz irəli düşəcəyik? Yəni, Qənərə xanım müəyyən məqamları dedi. Bəlkə bizim görmədiyimiz, bilmədiyimiz məqamlar da var ki, siz onlara açıqlıq gətirəcəksiniz. Buyurun. Əlbəttə, doğru. Hamı doğru söylədi ki, buradakı bütün bu qaldırılan məsələləri biz bir şöbə, bir departament olaraq gündəlik işimizdə rastlaşırıq. Yəni, əlbəttə ki, bütün adamlar hamı Dövlət Neft Şirkətində işləyə bilməz, həm tutum barəsində və digər amillərə görə. Çünki digər tərəfdən də hər insanın öz potensialı var və biri neftçi potensialı varsa, digərində yaxşı bir alim potensialı ola bilər və s. Yəni, bu məsələ doğrudan da çox böyük və qlobal məsələdir və biz hətta bu İnsan Resursları Departamentinin işin fəaliyyətinə də başlayanda bu işin həcmini görürdük və bilirdik ki, bu 1 ilin və 2 ilin işi deyil. Yəni, bundan da çox vaxtlar tələb olunur. Hətta bu məsələləri nəinki peşəkar kadrlara aid eləmək lazımdır. Bunu insanların tərbiyəsindən, şagirdlik vaxtlarından, institut vaxtlarından bu məsələlərlə gərək məşğul olaq. Və əlbəttə ki, Qənərə xanım da düzgün buyurdu ki, bu günləri bütün, nəinki Dövlət Neft Şirkəti. Dövlət Neft Şirkəti əlbəttə ki, ilk adımını atıb və digər hökumət idarələri və qeyri-hökumət idarələri, yəni şəxsi şirkətlər də bu istiqamətləri açsalar, bu cür şəraitlər nə qədər çox olsa, rəqabət bir mühiti yaranar. Və rəqabət mühiti yarananda artıq insanlar da onlarda bu seçim çoxluğu olanda onlar artıq başlayacaqlar düşünməyə ki, mən əvvəlcədən neftçi kimi hazırlaşım, ya neft şirkətinə hazırlaşım və yaxud da ki, digər hansı bir şirkətə və digər ixtisasa hazırlaşım. Yəni, onun seçimi məhdudlaşmayacaq. Bu olan halda, yəni həm rəqabət mühiti, həm də bu seçim olanda bu həm vətəndaşlar üçün yaxşıdır. Çünki onlar inkişaf eləyə bilirlər və hətta işə götürənlərin də problemi həll olunur. Rahatlıqla kadrlar seçə bilərlər.
Amma bu günləri mənə elə gəlir ki, ən böyük, bu digər problemlərlə yanaşı ən böyük problem işə götürənlə işə girən arasında ünsiyyətin olmamasıdır. Yəni, biz bilirik ki, xarici ölkələrdə hər bir şirkətin istər universitetlərdə, istər digər ictimai təşkilatlarda və ictimai yerlərdə karyera mərkəzləri qurulur. O karyera mərkəzləri təkcə o funksiyanı yerinə yetirmir ki, mən orada gəlim bir yarmarka elan edeyim və orada işçiləri cəlb edeyim. Yox. Onlar bu karyera mərkəzləri vasitəsilə potensial gələcək işə girənlərə işə girmək üçün davranışı öyrədirlər. Bacarıqları öyrədirlər ki, özünü təqdim edə bilsin. Mən sizə bir misal deyim. Ümumiyyətlə, universitetlərdən bu yaradılsa, karyera planlama mərkəzləri. Məsəl üçün, bizim bir universitetimizdə, digərlərini bilmirəm, amma bildiyim üçün Qafqaz Universitetində belə karyera planı, hətta bir verilişimizdə gəlmişdi. Burada daha çox onların məzunları gedib özünə iş də tapa bilir. İş tapır. Bilirsiniz, digər bir problem də o ünsiyyəti mən nəyə görə dedim, qabartdım məsələn. Digər bir problem də insan ola bilər çox yüksək bir bacarığı var və savadı var. Amma onu bir üzə verə bilmir. Yəni, onu təqdim edə bilmir. Alimdirsə, bu alimdir, yəni sırf riyaziyyatla məşğuldur, misal üçün elmlə məşğuldur və bunun danışıq qabiliyyətinə çox vaxt fikir vermir. Bu, həm təhsildə bu məsələ həll olmalıdır. Yəni, məktəb vaxtından, institut vaxtından və s. Özünü təqdim eləməyə bacarığı. Yəni, özünü təqdim eləməyə bacarığı bu ən birinci, məncə, bacarıqdır. Çünki bu da sənin bir gələcək kadr kimi peşəkarlığın göstəricidir. Həmən o karyera mərkəzləri də sırf bunu da önəmə gətirir. Bu, bilirsiniz, özünü təqdim etmək yalnız danışıq və gözəl danışıqdan yox. Hətta özünün aparmağından, özünün geyimindən, müsahibəyə gələrkən nələri deməli olduğundan da irəli gəlir. Bu, mövcud komandaya da aid olmalıdır. Bəli, bəli. Və mənə elə gəlir ki, bu işdə daha çox hökumət, əlbəttə, hökumətin dəstəyi olmalıdır. Amma mənə elə gəlir ki, bu istiqamətdə daha çox işə götürənlər işləməlidir. Çünki son problem bizim problemdir ki, biz kadrları tapa bilmirik. Tamaşaçımız var telefon xəttində. Məlumat verdilər mənə ki, tamaşaçımızın bir sualı var. Mən istədim, ona görə saxladım ki, bu məqamda, hətta soruşacağım məqam üst-üstə düşsün və söhbətimiz bölünməsin. Buyurun, eşidirik sizi. Salam Rəmal müəllim. Əleyküm salam. Sizi narahat edən Elnarə Qəmbərovadır, Bakı şəhər sakini. Mən neft şirkətinin nümayəndəsi ilə mən sual vermək istəyirəm. Buyurun, buyurun. Mən Bakı Dövlət Universitetini bitirmişəm, artıq 10 ildir, 11-ci ildir. Kimya fakültəsini. Mən bitirəndən sonra, magistr dərəcəsi alandan sonra müraciət elədim neft şirkətinə və mənə dedilər ki, siz gənc qadırsınız, biz götürə bilmərik sizi. Nə vaxt müraciət eləmişsiniz, nə vaxt? Mən 2002-ci ildə. 2002-ci ildə. Sonra? Onu müraciət eləyəndən sonra dedilər ki, bilmərik. Axır mən təhsil idarəsindən müraciət elədilər və dedilər ki, bəli, imtahan verməlisiniz, keçməlisiniz müəllim kimi. Müəllim. İndi artıq o vaxtdan neçə il keçir, mən müəllim işləyirəm. Sadəcə olaraq mən bilmək istəyirəm ki, bax, bir təcrübə toplamaq üçün İnsan gərək hardasa işləsən ki, bu təcrübəni götürsün. Yəni, başlasın və təcrübə toplasın, aydındır. Bəli. Bəyək yoldaş dedi ki, universitetlərdə hansısa bir yaradılmalıdır bu. İndi o yaradılmalıdır. Amma yoxdur, yaradılmayıb. O da sizin günahınız deyil, düzdür sonra? Yoxdur. İndi biz universiteti qutarmışıq, bu bizim günahımız deyil. Artıq işləyirik və deyim ki, Bakı Dövlət Universiteti biliriz ki, müəllim kimi ixtisası az verir. İndi hal-hazırda düzdür, bölünüb müəllim ixtisası götürsən kimyacı. Siz indi soruşmaq istəyirsiniz ki, əgər mən işə düzəlmək istəsəm neft şirkətinə, nə etməliyəm? Və necə düzəlməliyəm? Bəli, hansı kateqoriyalar qoyulur ki, məsələn, bəli, hansı kateqoriyalar qoyulur da, yəni o işə götürmək üçün... Bax, mən də elə Asif müəllimdən çox təşəkkür edirəm. Asif müəllim, baxın, yeni bir qurum yaradıb. İndi xanım 2002-ci ildə müraciət edib, o zaman siz yox idiniz, siz yeni yaradılmışsınız və onun üçün soruşdum ki, nələr dəyişəcək? Bax, bu adam gəncdir, universiteti bitirib, gənc ola bilər, təcrübəsi yoxdur, amma haradansa başlamalıdır. Və siz hansı kriteriyalarla işə qəbul edirsiniz? İşə qəbulun əsasında nə durur? Yəni, işçi sizə qapınızı döyəndə, siz işçidən nəyi ilk öncə soruşursunuz və nə istəyirsiniz işçidən? Bu mövzu o qədər böyük bir geniş mövzudur ki, saatlarla lazımdır ki, bu məsələni bizə də bu sərf eləyər ki, insanlarla birbaşa canlı efirdən belə diyaloqa girək. İndi qısa konkret olaraq mən deyim.
Deməli, bu məsələ necədir? Bizdə ümumiyyətlə bəzi vaxtı bu insanlar elə bu gün də belə başa düşürlər ki, yəni əvvəlki kimi işə qəbul olunmaq üçün İnsan Resursları Departamenti var. Bəzən bizim özümüzün də o struktur bölmələrindən bilməyərəkdən bu işlə məşğul olan yoldaşlar yönəldirlər. Amma əslində elə deyil. İnsan Resursları Departamentinin konkret funksiyasını deyim. Bu departamentin funksiyası hər bir vətəndaşın, hər bir şəxsin öz potensialını ortaya qoyub, öz potensialından yararlanaraq özünə uyğun iş tapmasını təşkil etməkdir. Və bunu biz təşkil etmək ki, keyfiyyətli kadrlar daxil olsun, işə girə bilsin. Və bu etdiyimiz təşkilin, qəbul prosesinin də şəffaflığını sübut etmək. Və bizim funksiyamız budur. İndi o xanımın dediyinə görə izahat verim ki, dövlət neft şirkətinə işə girmək üçün heç bir yerə ərizə yazmaq, vasitəçi axtarmaq, tanış tapmağa qapı döyməyə ehtiyac yoxdur. Dövlət neft şirkətinə işə qəbul olunmaq üçün dövlət neft şirkətinin saytında karyera bölməsi mövcuddur. Həmin karyera bölməsinə daxil olub internet vasitəsilə işə götürənlər tərəfindən, insan resursları tərəfindən yox, işə götürənlər tərəfindən elan edilmiş vakansiyaların həmin karyera bölməsinin iş axtarışı bölməsində axtarıb tapıb müvafiq ixtisasa, peşəyə daxil olub, oradan həmin peşəyə, həmin ixtisasda işləmək üçün hansı kriteriyalara malik olmalısan, ona baxmaq lazımdır. Onu gördükdən sonra özünü o peşədə, o ixtisasda görürsənsə, müraciət et, daxil olub müraciət etməlisən. Həmin müraciətləri İnsan Resursları Departamentinin mütəxəssisləri qəbul edəcək. Sonra sizə avtomatik cavab gedəcək. Sizin müraciətiniz qəbul edilmişdir və siz müsabiqəyə çağırılacaqsınız. Əgər o şəxs ali təhsillidirsə, həmin şəxsə dəvət olunacaq. Birinci, bayaq burada yəni geniş mövzu olduğu üçün, birinci biz dövlət neft şirkətinin işçilərdən müraciət edirik. Bu onların o karyera yüksəlişi, neçə illərdə insanlar işləyir, çalışır şöbələrdə, bölmələrdə. Yəni o yeri doldura biləcək adam varmı, yoxmu? Ona görə ki, bir şöbədə 5-6 kateqoriyası işçilər işləyir. 11-ci dərəcə var, 12, 13, 15. 15-ci yerdə bir işçi və şöbə rəsmi müavini boşalıbsa, birinci həmin şöbənin işçiləri neçə illərdə işçilərin potensialı olanı ora seçirsiniz. Onlar daxil olur, girirlər o müsahibəyə. Və burada fərq ondadır ki, şirkətin işçiləri test imtahanlarına girmirlər, yəni müsahibəyə. Və onlar əgər oradan seçim ola bilmirsə, tapılmırsa, neft şirkətinin daxilindən, ondan sonra biz müraciət edirik xaricə. Aydındır. Və o gəlir test imtahanına girir. Test imtahanından sonra müsahibəyə. Əgər fəhlə peşəlisinizsə, bunlar da böyle... Testi kim edir? Testi İnsan Resursları Departamentində keçirilir. Bəli, proqram əsasında keçirilir. Yəni orada tam şəffaflıq, bunlar hamısı çəkilişlə, kamera ilə... Bu testlə bağlı sizə sual verəcəm və testin bu şəffaflığı, ədalətliliyi, sonra bunun müdaxilə, başqa insanlar tərəfindən və ya başqa sui-istifadə, müdaxilələrin olmaması barəsində sizə məlumat alacağıq. Amma bir reklam aramız var bizim. Reklam aramızdan sonra sizin bu yaxınlarda xəbərlərdə bir elanınızı gördük və onu da sizdən təbii ki müzakirə edəcəyik. Hörmətli tamaşaçılarımız, qısa aradan sonra yenidən birlikdəyik.